Salam, bugün sizlərə aldığım korsetlər haqqında məlumat verəcəm. Korset alarkən nələrə diqqət yetirmək lazımdır, nələrə fikir vermək lazımdır, alarkən yanılmamaqdan ötürü bugün sizlərə köməklik edəcəm. İlk öncə belə bir korset almışdım. Əslində mən 4 dənə korset almışdım. Birin hədiyyə verdiyim üçün o burada deyil. 3 dənə korset haqqında məlumat verəcəm. 3 korsetdən hansı daha yaxşıdır, hansı daha pisdir, onu sizlərə deyəcəm. İlk öncə belə bir korset almışdım. Bu balaca çıxdı. Səhv etmirəmsə hündürlüyü 24 sm olmalıydı. Mən bunu alarkən ona diqqət yetirməmişdim. Elə gördüm, şəkildə göstərdiyi kimi gələcəyini düşünmüşdüm. Yəni uzun boydan boya tutacağını. Amma zakaz verəndə gələndə gördüm ki, bu istədiyim kimi deyil. Düzdür, yaxşıdır. Bir cırt-cırtı bağlayırsınız, sonra təkrarən üstünə bir cırt-cırtla bağlayırsınız. Paltar altından da narahatçılıq çox yaradır. O da uyğun olmayan bir korsetdir. Belə kim istərsə elə belə gündəlik həyatda və yaxud da qarnını toparlamaqdan ötürü balaca bir minimal korset istərsə belə bir korset ala bilər. Amma mən o qədər də üstünlük vermədim, çünki istədiyim kimi çıxmadı. Ona görə çox da məsləhət görmürəm. Yəni 50-50-yə deyərdim. Keçək ikinci korsetimizə. Bu isə bu da ki keçməlidir. Birinci kurçoku bağlayırsınız, daha sonra zamokunu bağlayırsınız. Bunun əslində uzunluğu səhv etmirəmsə 27 və yaxud da 28 santim olmalıydı. Bu pis deyil idi, amma istədiyim kimi çıxmadı. İstəmədiyim kimi çıxmadığı şey o idi ki, materialı çox pis idi. Yəni streç material kimi bir şey idi. Öncəki korset sərt idi, rahat sıxırdı, kipliyi bir şey var idi. Amma bunun kipliyi yox idi, qarnını toparlamırdı. Bu, yəni o qədər də məsləhət görməyəcəyim bir korsetdir. Şəkildə göstərdiyi kimi korsetlər çıxmır. Bunu vurğulayım ilk öncə. Şəkildə göstərir ki, məsəl üçün kipdir, qəşəkdir və yaxud da kommentariyada yazılanlara da baxıram, amma kommentariyada göstərdikləri kimi də çıxmadı. Çoxsu bilmirəm başqa korset şəklimi qoyur, neynirlər bilmirəm. Orada şəkillərdə baxdığımda çox gözəl görsənirdi, amma sifariş edəndə gördüm ki, gələndə elə çıxmır. Yəni bu korseti heç kəsə məsləhət görmürəm. Bəlkə araşdırırsanız daha yaxşısını tapa bilərsiniz, bilmirəm. Amma mənim aldığım çox bərbad çıxdı. Bunun materialı da pisdir. Bir dənə uzunluğu yaxşıdır. Başqa heç bir şey yaxşı deyil. Daha sonra keçək 3-cü korsetimizə və ən deyə biləcəyim içərisində bu 3 korsetin ən yaxşı korset budur. Ən bəyəndiyim korset də budur. Nəyə görə? Səhv etmirəmsə 28 mi yoxsa 32 sümüklü deyilir. Onlardandır. Qəşəng 4 etaplı kurçoklar var, keçirdirsiniz. Stressliyi çox azdır. Demək olar ki, heç stressliyi yoxdur. Qəşəng toparlayır. Bu 30 santim idi. Bunun da bir əskikliyi odur ki, beldən, yanlardan çıxan ətləri qoyur qalır çöldə. Amma əslində şəkildə göstərir ki, hər tərəfi kip göstərir. Şəkildə göstərdiyi kimi göndərmirlər. Temudan, yəni bu şeydən çox deyil. Burada şəkildə, görüntüdə gördüyünüz kimi əskikdir arxa hissəsi. Əslində o kip olsaydı, tam olsaydı çox gözəl olardı və ən bəyəndiyim korset də budur. Qəşəng kip saxlayır, paltar altından da heç bir narahatçılıq yaratmır. Yəni indi yenə deyirəm, 3 korsetdən məsləhət görə biləcəyim. Birinci olaraq bunu deyərdim. Bunu heç bəyənmədim və bu korset, yəni bu 2 korset arasında qalsaydı 3-cü korseti deyərdim. Bugünlük videomuz bu qədərdir. Ümid edirəm korsetlər haqqında verdiyim məlumatlar sizlərə də faydalı olar. Sağ olun, salamat qalın.